nömrəli sualda bizə nə deyir? 74 nömrəli sualda bizə deyir 12 dənə hidrogen. Alkan bilirəm ki, sen H2n+2-dir. 12 hidrogen varsa, buradakı hidrogenlərin sayını nəyə bərabər eləyəcəm? 12-yə. 2n bərabər 10-a. N nəyə bərabərdir uşaqlar? 5. Deməli, tapdım ki, burada neçə karbon var? 5 karbon. Uşaqlar bizə deyir ki, bu 5 karbonu elə düz ki, burada bir ədəd neçəli karbon olsun? Üçlü. Üçlü nə deməkdir? Bir dənə karbon çəkəcəm, buna üç tərəfdən nə birləşdirəcəm? Karbon birləşdirəcəm. Hal-hazırda burada bir dənə üçlü karbon görürsünüz yoxsa? Amma ümumi karbon neçə dənə olur uşaqlar? 4 dənə olur. Biz neçə dənə karbon tapdıq? 5 dənə. Sizcə o bir dənə karbonu mən hara yazmalıyam? Əgər bunun yuxarısına yazsam, bu karbon üçlü olmaz. Bu neçəli olar? Dördlü olur. Mən həmin Sağa karbonu yaza yazıram, bilərik. ya sağa, ya sola. Fərqi yox. Sonra hidrogenlərin düzürəm. Hidrogenin düzülməyini də bilirsiniz ya. Demişdik ki, 4-də tamamlamalıyıq. Bura 2, burada bir dənə H. Səmərəli rasional istəyir. Səmərəli adlandırma necə idi? Hidrogeni ən az olanı alırıq dairəyə. Radikallara baxıram. Hansı radikallardır uşaqlar? Metil, metil. Bu biri radikal nədir? Etil. Olacaq 2 dənə metil var. Olacaq dimetil. Bir dənə də etil var. Olacaq etil. Dimetil, etil, metan. Dimetil, etil, metan. D variant. Dimetil, etil, metan. Sonra görün bunu başa düşdünüz. 93 var daha sonra. 50 neçə var idi deyəsən? 55 var idi deməli. 55 nömrəli sualda rahatdır. Bizə alkan verib orada. Deyir ki, bizə karbonun, hidrogenin kütləsinin karbonun kütləsinə nisbət. Alkanda hidrogen 2n+2-dir. Ayrı da 1-dir. Vuranda elə verir bizə 2n+2. Bir hidrogeni böl karbona. Karbonun isə kütləsi 12-dir, sayı n dənədir. 12-ni n-ə vuranda 12. Hidrogenin kütləsinin karbonun kütləsinə nisbəti 2-nin 9-dadır. Bunu tənasübdən həll edirsiniz. Riyaziyyat. 20 çarpaz vururam. 24n bərabərdir 18n plus 18. 6n bərabər 18. Nurlan n nəyə bərabərdir? Doğru cavab A variantı. Bax bir dənə.